Bu Səmaya adlı məzunlu videonu yəqin hamınız görmüsünüz, hamımızın xəbəri var. Hamımız bilirsiniz söhbət nədən gedir. Ona videoda paylaşmışsınız, ona videoda rəy yazırsınız, ona videoda salsınız kəşfiyyətə. Sizin ki qeyrətiniz yoxdur, cəmaatın qeyrəti var. Bu nə video olardı? Mən başa düşmürəm. Bir insan, bunu da qoyaq bir qırağa, bu da cəhənnəmə, uşaqların qarşısına çıxır, az yaşlı uşaqların, 2-ci, 3-cü sinifdə oxuyan uşaqların qarşısına çıxır bir video. Buna tərbiyəsizlikdir, buna əxlaqsızlıqdır, buna bir dur deyən yoxdur, bu stop deyən yoxdur. Hamı baxır, hamı gülür, hamı bəyənir. Burada gülmələ nə var, mən başa düşə bilmirəm. Siz o videolar dəstək olursunuz, keşfətə salırsınız, o video bizim valideynlərimizin qarşısına, əzizlərimizin, zən xallaqlarımızın qarşısına çıxır. Ayıbdır, Allah'ın utanın. Ya xəcalət çəkin ki, belə videolar çəkmək olmaz. Bir də deyir ki, olmaz belə videolar paylaşmaq. Hamı gülür, hamı video atıb. Nə olur, nə məsələdir? Niyə də mən başa düşmürəm? Deməli, yaxşı video təbliğ eləyəndə, maarifləndirici video təbliğ eləyəndə izləyicisi az olur, pis. Amma bu cürlə videolar paylaşmaq, bu cürlə videolar dəstək olmaq, bu cürlə videolar rəy yazmaq olur yaxşı. Sizin məntiqiniz budur. Sizin valideynlərinizin, anavızın, bacınızın olub sizin qarşısına çıxıb, sizin evdə şərəfiniz, qeyrətiniz yoxdur. Bu cəmaatı qeyrətlə nə gəlib? Uşaqlar var, bu videolara baxırlar. Mən şəxsən xəcalət çəkirəm ki, bu video mənim qarşıma, ailəmin qarşısına, ən azansı bir qohumun evladının qarşısına çıxıb. Bu nə videolarda siz paylaşırsınız? Bu nə söyüşdə videoları siz çəkib paylaşırsınız? Bir nəfər də çıxıb etiraz bildirmir, bir nəfər də çıxıb bir söz demir. Deyənlər də deyir ki, sənin nəyivə lazım? Necə yəni sənin nəyivə lazımdır? Sən ola bilsə qeyrətin bunu götürməsən, mənim qeyrətim götürür. Mənə ləzzət eləmə o cür nəsə video çəkib paylaşırsan. Mənə ləzzət eləməsə söyüşdə video çəkib paylaşırsan, o dəstək olursa ona. Ona dəstək olunca gəbdən qaziyə dəstək ol da, gəbdən şəhid ailəsinə dəstək ol da, gəbdən yaxşı oğlan vitəşdə videosu dəstək ol. Ola bilmərsən də təbii ki. Amma sən gedirsən hansı üzdən İraqa, hansı özdə hörmət eləməyənə, dəyər sizə dəstək olursa, sonra deyirsən ki, Azərbaycan niyə izlə? Olacaq da, Azərbaycan niyə izlənmə olmasın? Yaxşıla qalıb bir tərəfdə gedirsən hansı üzdən İraqlara, şərəfsizlərə, perpetuqlara dəstək olursunuz. Bu sizdə siz. Sonra gəlib deməyin ki, Azərbaycan niyə bu vəziyyətdir? Onu eləyən bizim bəzi Azərbaycanlarımızdır. Mənə ləzzət eləmir o. Mən evdə otururam rahat, ailəmin yanında, evlatlarımın yanında, yaxınlarımın yanında TikTok izləyə bilməm. Çünki biləm qabağımızda hansısa bir manyakın, hansısa bir şərəfsin, hansısa bir dümsüyün söyüşdə videosu çıxacaq. Sonra deyirsin ki, bloka at. Ulan o şey söylənirsə, nətər bloka atım mən? Mənə ləzzət eləmir. Bu nə videolarda siz çəkib paylaşırsınız? Bəstirin də. Yani durup diyorsunuz ki falan kesin falan şey ayıp diye adamın abırı ola, hayası ola, namusu ola, geyreti ola. Bu kadar da ucuz tutmayın da insanları. Yani sizin geyrətiniz yoxdursa o demək deyil ki cəmaatın qeyrəti yoxdur. O demək deyil cəmaat qeyrətsizdir, namussuzdur, şərəfsizdir. Bəsdir bu söyüşdü videolar söylüyoruz. Yığışdırın bu hərəkətləri. Uşaq deyiz, baxırsınız 25, 26, 30 yaşında bir insansınız. Paylaşdığımız şeye bak. Boyunuzu yere sokun.